Salam, mən Steve L. Tədris Mərkəzinin Rus dili müəllimi Əsgərzadə Samirə. Bu günləri sizə 2025-ci ilin may qəbuluna, ikinci cəhdinə düşən sualların izahını verəcəm. 1-dən 5-ə qədər dinləməm suallarımız gəlir. Əlbəttə ki, sualların dinləməsi bizdə yoxdur deyə, ona görə biz dinləyə bilmərik. Gəlin sizə ilk mətni izah edim. 6-1-dən 10-cu suala qədər bizim ilk mətnin suallarıdır. Və gəlin 6-1-dən 6-4 suallarını izahını verib. Bildiyiniz kimi 6-1-dən 6-4-ə qədər 3-ün doğru yazdığınız halda sınıfdan 5 bal verilir. 4-ün doğru yazdığınız halda 1 bal verilir. 2 doğru, 2 səhv, heç bir bal verilmir. Gəlin öncə birinci suala baxaq. Драгоценные металлы, такие как серебро и платина, чаще всего подвержены окислению. Gəlin baxaq, bu mətnin hardadır bizdə. Baxın, burada yazılıb ki, драгоценные металлы – это редкие химические элементы, не подверженные, в отличие от других металлов, окислению и коррозии. Burada yazılıb не подверженные, в отличие от других металлов, yəni onlardan fərqli olaraq, o metallardan fərqli olaraq, окислению, коррозии. Amma burada yazılıb ki, подвержены окислению. Ona görə 6-1 bizdə неверно olur, B variantı. Gəldi 6-2-yə baxaq. 6-2-də deyir ki, при изготовлении украшений ювелиры используют разные оттенки золота. Yəni, gəlin baxaq, bu bizdə varmı? Yoxsa yox, где они используют? Siz bir baxırsınız, artıq bunun axtarırsınız. Baxın, burada deyir ki, при изготовлении украшений ювелиры, yəni həmin o zinət əşyalarının, zərgərli zinət əşyalarına, onların yaradılmasında istifadə edilər qızıldan. Yəni, gəlin baxaq, istifadə edilir, yoxsa yox. Yəni, birinci burada baxaq, yəni burada bu haqda yoxdur. Müxaburat, çeşitli dispozitiv. Baxın, burada baxaq, многие olabilir. Baxın, burada da yazıb. Каждый год дизайнеры, мастера и ювелирные изделия определяют модные направления в изготовлении золотых украшений, используют тот или оттенок этого драгоценного металла. Bakın, используют тот или оттенок в изготовлении золотых украшений. Və ona görə avtomatik olaraq bizdə 6-2 doğru cavab olaraq sayılır. 6-2 A variantı. 6-3'e baxaq. Уровень развития страны определяется запасом золота. Gəlin baxaq, mətnin sonunda əslində mütləq və mütləq mətni bir axtarın ki, yəni bu harda yazılır. Baxın, burada mətnin sonunda yazılır ki, на сегодняшний день золото – это первый металл, по запасу которого измеряется определенный уровень развития. Əslində, bu ölkənin inkişafından söhbət gedir. Yəni, onun inkişafın səviyyəsini deyir, söhbət gedir. Ona görə bu da doğrudur. Burada baxın, heç bir inkar falan yoxdur. Уровень развития страны определяется запасом золота, определяется запасом золота. Bəli, onun artıq запасlarına görə sayılır. Ona görə 6-3'də bizdə A variantı olur. 6-4'ə baxaq. Bir zolото используется в качестве электрических проводников. Dediyim gibi tərcümə bilməyəndə artıq yəni bu cümlə burada var. Baxın, кроме того, золото находит применение в других сферах жизни. Оно используется в качестве электрического проводника. Bu da tam davranı var. Qızıldan söhbət gedir. Ona görə 6-4'də A variantıdır. Gəldi 7'də выделено тексте слово применение. Выделено tekst yəni işarə edilmiş bir söz. Применение. Mən də bu cümləni oxuyuram. Sizdə onun mənası istəyir. Baxın, deyir, кроме этого, золото находит применение и в других сферах жизни. Yəni, həyatın fərqli sferalarında da yəni onun istifadəsi var və mən də baxıram 7'də bizdə cavab nə olur? Yəni, istifadədən söhbət gedir deyə. Ona görə использование какой-либо области, какой-нибудь сферы, области использования, yəni onun istifadəsi söhbət gedir. Ona görə 7'də bizdə C variantı doğru cavab olaraq olur. Artıq onun tapılması və yaxud tamamlaması demək olmaz deyə. Buna görə istifadəsindən söhbət gedir. Dediyim kimi, cümləni oxusunuz, mən hər zaman deyirəm, cümlədə ya sinonim tapmaq istəyirsiniz və ya sözün mənasını istəyirsiniz, mütləq o cümləni oxuyun və daha rahatlıqla cavabı tapmaq olar. 8'də nə deyir? 8'də bizə deyir ki, какими свойствами обладает золото? Yəni, hansı xüsusiyyətlərindən qızıl xüsusiyyətləri hansılarıdır? Mən də baxıram. Bizdə 8'də doğru cavab A variantıdır. 1 və 3. Mən də baxıram nəyə? Deyir, lегко менять форму. Bakın, bu zolotodan burada yazılıb, yəni nəyi var? Смотрите, будучи мягким металлом, какие у него элементы есть, она легко обрабатывается, раскатывается, приобретает различные формы. В отличие от других металлов, золото не темнеет в воздухе, yəni qaralmır, yəni
Вероятность этого люди так высоко оценивают золото. Və mən də baxıram, baxın 8-də burada deyir ki, не меняет цвет на воздухе и lегко меняет форму. Ona görə 1 ilə 3 avtomatik olaraq doğru cavablar olur. Gəldi 9-a. 9-da bizə deyir ki, укажите верно утверждение, yəni doğru olaraq. 1-1, əslində burada 9-da E variantıdır. Deyir, во все времена золотые монеты ценились очень высоко, amma mən bilmirəm, yəni bu doğru deyirsə. Baxın, самые deyir, богатые запасы золота были открыты в прошлом веке. Yəni, keçən əsrdən söhbət gedir. Amma baxın, bu cümlə burada var. Самые богатые мировые запасы золота были открыты в этой стране в 1886 году. Прошлый vək keçən əsrdə, amma 1886-cı il keçən əsr deyil deyə, avtomatik olaraq bu doğru cavab sayılmır. B-də deyir, золото стало денежным средством из-за своего сияния. Yəni, öz parlamasına görə pul vəsait kimi oldu. Mən də burada baxıram, əslində parlaklığına göre başka bir şeydi. Bakın burada blesk, сияние. Bakın, kроме того, определенный ювелирный ценность, yəni zərgərlik qiyməti var, müəyyən bir zərgərlikdə, amma onun parıldamasına görə. Amma pulla bağlı olanda artıq onun uzun müddətliyinə görə, долговечных правила стала мерой стоимости различных товаров, ona görə bu da olmaz bizdə. C variantı deyir ki, еще в древности люди могли легко находить месторождение золота. Yəni, çox rahatlıqla tapa bildilər. Xeyr, amma burada yazılıb deyir ki, baxın, haradasa burada var idi. Baxın, этот металл не все могли добывать, так как не знали его месторождение. Ona görə yəni, hər ikisi onun nabarot tapa bilmirdi deyə, ona görə çox rahatlıqla tapa bilmirdilər deyə. Ona görə bu da doğru cavab olmaz və dədə deyir ki, более половины добываемого золота поступает из европейских стран, Avropa ölkələrindən. Amma gəlin baxaq, burada yazılıb ki, наши дни большая часть добываемого золота поступает из Южной Afriki. Afrika ayrı şeydir, Avropa ölkələri tamam fərqlidir. Ona görə burada getməz. Avtomatik olaraq bizdə Y variantıdır və yəni istənilən bütün zamanlarda, yəni zolotay monet o kimsə çox yüksək qiymətləndirirdilər. Bu da dedim ki, demək olar ki, mətnin çoxunda elə bundan söhbət gedir. Как она высоко ценится. Yəni mətnin çoxunda baxın. Кроме того, ценность из-за своего внешнего вида və yaxud da gəlin baxaq, bu yanlarda da burada vardır. Bax, вероятность этого люди высоко оценивают золото. Yəni mətnin çox yerlərində elə его высоко оценивают. Ona görə avtomatik olaraq bir dənə cavab bizdə o qalır. Gəldi biz 10-cu suallar. Deyir, на какие вопросы есть ответы в тексте? Yəni, hansı sualların cavabları var mətnin içində? Mən də sualların cavabını tapdım. Gəlin birinci cümləyə baxaq. Deyir ki, кто определяет модные тенденции? Yəni, kim təyin edir? Modern tendensiya в мире золотых украшений. Mən də baxıram, bu cümlə bayaqları biz oxuyanda bizim artıq onunla rastlaşmışdıq. Кто оценивает? Baxın, burada vardı. Каждый год дизайнеры мастерина определяют модные направления в изготовлении золотых украшений. Ona görə biz bilirik artıq bu kimdir? Dizaynerı, mastera. Ona görə mən biri götürürəm doğru cavab olaraq. Какая валюта будет? Hansı valyutanın söhbət ümumiyyətlə getmirdi? Ona görə bu doğru cavab olaraq götürə bilmərim. 3-də deyir ki, сколько граммов золота, neçə qram qızıl zubnoy protezi istifadəsinə lazımdır. Düzdür, zubnoy protezdən söhbət gedir və burada sonlarında doğru. Amma neçə qram falan yəni söhbət yoxdur deyə. Ona görə bu doğru cavab olaraq götürə bilmərik. 4-də deyir ki, сколько процентов добываемого ежегодного золота используется ювелирами, yəni neçə faizi istifadə olunur. Gəlin baxaq, burada faizdən ümumiyyətlə söhbət gedirmi, yoxsa bəli. Около 10% ежегодно используется ювелирный, значит, bu faiz var, ona görə mən bunu doğru cavab olaraq götürərəm. Mətn çox əslində rahat deyil, kim tərcüməni bilmirsə. Amma ümumiyyətlə, bəzi sualların burada izahı var deyə, ona görə ən rahat, yəni uşaq 13 sualı yəni doğru saxlaya bilər mətndən. Və 5-ci sualda deyir, когда были открыты самые богатые мировые запасы золота? Yəni, nə vaxt? Самые богатые мировые запасы золота. Biz də baxırıq, bu самые богатые мировые запасы золота harda söhbət gedir? Самые богатые мировые запасы золота. Самые bogатые. Baxın, самые bogатые mировые запасы были открыты hərfi var burada. Ona görə avtomatik olaraq 10-cu sualda olur bizdə 1, 4, 5 doğru cavablar. Gəldi ikinci mətn, Eskimoslardan, İqludan söhbət gedir deyə. 11-dən 11-4-ə qədər sualların izahını verir. Deyir, İqlu это надежное пристанище коренных жителей Севера от purgi и холоda, yəni soyuqdan qorumaq üçün də. Və siz də mətni oxusanız, kimin tərcüməsi yəni pis deyilsə, yəni artıq anlayır, bu soyuqdan qorumaq üçün yəni onları tikirdilər, ya onlar edirdilər.
iqlu. Həm də baxın bu Eskimoslardan başlayır. Yəni hansı sakinlər, yəni Halona Arktik regionu, yəni soyuq Arktika regionunun sakinlərinə söhbət gedir və onlar возводят жилище, yəni evlər tikirlər. Поэтому baxın iqlu, она может противостоять любой погоде. Yəni istənilən artıq havada, yəni o qarşı-qarşıya qala bilər soyuqla, yəni dura bilər, yəni mümkün onun üçün. Ona görə o bizdə 11.1 doğru cavab olaraq götürülür. 11.2-də deyir ki, в иглу тепло сохраняется и в 40-градусный mороz. Yəni istilik qalır. Bəli, burada var. Baxın, в доме из снега не замерзнешь, даже когда снаружи ниже 40 градусов. Heç vaxt da donmazsan. Yəni ona görə avtomatik olaraq mən 11.2-ni də doğru cavab olaraq götürürəm. Gəlin 11.3-də. 11.3-də deyir ki, иглу строится по сужающей спирали для проветривания его изнутри. Yəni onun havalandırma üçün yəni etmirlər. Baxın, burada var sужающий spirali, no fərqli bir şeydir. Yəni havalandırma üçün etmirlər. Nabat istiliyi orada qalsın deyə istifadə edirlər. Burada hardasa mətnin bu tərəflərində hardasa var deyim. Строит по сужающей спирали. Baxın, при помощи ножа из твердого снега формируют отдельные блоки, из них выкладывают круг, причем верхнюю часть срезают так, чтобы последующий ряд шел по сужающей спирали. Каждый кирпичик должен опираться на предыдущих 3 точках. Последний блок делают широкими. Vesaire ki və dediğim kimi это делать, чтобы поступал воздух, но тепло при этом не выходило. Yəni hava gəlsin, amma yəni havalandırma üçün falan üçün yəni istifadə olunmaya yəni burada yoxdur deyə. Ona görə 11.3-də yəni doğru cavab olaraq götürmürük. 11.4-də deyib укрепление иглу стены завешивали шкурами животных. Yəni divarlarda heyvanlar, dərilərdən söhbət gedir deyə. Burada da baxın, var əslində belə bir şey, amma divarlar deyil. Baxın, burada deyir ki, для большего комфорта можно устелить пол шкурами. Burada poldan söhbət gedir, amma burada artıq divarlardan söhbət gedir. Ona görə 11.4-də biz də səhv variant olaraq götürürük. Sonra cümləni tamamlamaqdır. Yəni tam düzü mətnin içində bu yoxdur, amma 12-də deyir ki, возведение игл требует. Yəni nə lazımdır ki, yəni onu yaratmaq üçün də, yəni tikmək üçün dediyim kimi bir городской быт, каменный блок, geografические знания, yəni coğrafi biliklərdən, определенные навыки, yəni müəyyən bacarıqların olmalıdır, yəni biliklərin olmalıdır, bunu eləməlisən. Heç çoxlu iqlimə görə bunu etməzlər, düzdür, ona görə bacarıqlara görə olur. Ona görə daha məntiqi doğru olur, bu olur. Dediyim kimi, baxın, при возведении жилища для выживания требуется предельная выносливость организма, определенный характер, своеобразный быт, ну и так далее. Dedim ki, mətni bax, buradakı oxusaq, birinci abzat, ikinci, üçüncü abzat, insan bilər ki, yəni əlbəttə ki, sən bir müəyyən, baxın, bacarıqların olmalıdır ki, yəni sən bunları edə bilərsən deyə. Ona görə doğru cavab olaraq 12D olaraq olar. 13'te deyir ki, каким образом коренные жители Севера добиваются прочности иглу. Deyir, каким образом добиваются. Mən də baxıram, 13'te harda bizdə var. Gəlin baxaq. Bax, 4-cü, каким образом добиваются прочности. Yəni, möhkəmliyi necə bizdə istifadə edirlər. Gəlin baxaq. Baxın, чтобы иглу не спался на голову жителей, от малейшего порыва ветра его необходимо укреплять. Yəni küləyə görə yəni tam dağılmasın, onu möhkəmləndirmək lazımdır. Düzdür, tam orada cümlə olduğu kimi yazılmır, amma yəni tərcüməni bilən uşaqlar daha rahat tapa bilərlər. Для этого блоком закрывают вход в жилище, зажигают лампу на животном жире, потом от тепла начинает таять снег, yəni əriməyə başlayır qar, но из-за закругленной формы не капает, а пропитывает нижние блоки. Потом открывается вход, внутрь вливается ветер, и так далее. Və mən də baxıram, 13-də bizdə doğru, baxın, закрывать вход в жилище, согревая его, onu istiləşdirərək, yəni girişi yəni bağlayaraq, закрывая вход. Və baxın, burada deyilsə, для этого блоком закрывает вход в жилище. И внутри зажигает лампу. Mən tamına cavab da yəni burada var. Ona görə 13-də bizdə avtomatik olaraq D olur. 14-də nə deyir? С какой целью оставляют узкое пространство в проходе иглу? Mən də baxıram, burada hansı adresdə vardı, baxın. Hansı məqsədlə bunu edirlər. Baxın, проход в углу делают с небольшим коридором и ниже уровня пола, чтобы поступал воздух и тепло. Yəni hava və istilik qalsın deyə orada hava gəlsin və istilik də qalsın. Və mən də baxın 14-də baxın, воздух, тепло hansıdır? Birdən 14B-də bu cavab var, yəni. Узкое пространство в иглу. Baxın, buna görə mən avtomatik olaraq yəni bunun yanında elə bu cavabını axtarmalıyım. Ona görə 14-də də bizdə avtomatik olaraq B cavabı olur. 15-də nədir? Hansı sualların cavabını tapmaq olar?
Mən də baxıram, burada deyir ki, при скольки градусов можно строить иглу, yəni neçə dərəcədə tikmək olar iqlanı. Yəni bu haqda burada yazılmayıb deyə. İkinci deyir ki, когда эскимосы строят временное убежище, nə vaxt tikirlər deyə. Mən də baxıram, burada nə vaxt, baxın, во время переходов общин эскимосы сооружают временное убежище. Yəni keçid dövrlərində, во время, ona görə bu var, nə vaxt tikirlər. Buna görə mən ikinci doğru cavab olaraq götürərəm. Ve сколько человек помещается в igloo? İqlonun tikməyinə falan hər şey var, amma neçədən insan oraya yerləşir, yəni bu haqda yoxdur. 4-də deyir, как можно разрушить постройки, necə dağıtmaq olar bu şeyi. Dağıtma ilə nabarat yoxdur, yəni nabarat onu dağıtmaq olmaz deyə, yəni bu haqda var, amma yəni dağıtma, necə dağıdasan, yəni ümumiyyətlə burada yenə də yoxdur, dediyim kimi. Baxın, dediyim kimi, burada bax, məsələ içində var. İşte onu dağıtmaq olmaz. Bu da çox möhkəmdir deyə. Ona görə bu haqda dediyim kimi onun dağılmasına bağlı yəni yoxdur. Və 5-də də deyir ki, как быстро можно построить иглу? Yəni necə tez tikmək olar? Və dediyim kimi, bu da burada var, necə tez tikmək olar? Mən də baxıram burada. Baxın, mən bir axtara bilərəm ki, yəni, baxın, строится такое убежище быстро, nə bilim, hətta ças-paltıra, yəni saat, yarım saat vaxtı buna gedər ki, bunu tikməyə və s. ilə ki, buna görə bu sualın da cavabı bizdə var. Avtomatik olaraq 15-də bizdə olur 2 ilə 5 sualın cavabları. Gəldi qrammatika suallarını 16-dan 20-yə qədər. Əgər birinci imtahanı nəzərə saxlasaq, mən düşünürəm ki, birinci qrammatika sualları daha çox rahatdır, nəinki ikinci, amma ikinci də rahatdır, amma tərcüməni bilən uşaqlar üçün ümumiyyətlə vəbşə rahatdır, çünki bəzi söz bazaları olsa, yəni daha rahatdır tapmaq. 16-cı sual deyir ki, sözün doğru mənası istəyir, ispuk sözü, ispuk yəni qorxu deməkdir. 16 da bizdə C'dir, strah, nizatlı çüst strah, yəni avtomatik olaraq bu tam-tamamını bilir. Neudача, yəni uğursuzluq deməkdir, narazılıq hissi deməkdir. İnsanın bir sakitlik durumundan söhbət gedir, yəni bağlılıqdan söhbət gedir. Avtomatik olaraq B variantıdır. Sözün mənası sadəcə istəyirdi. 17 mən hər zaman tez-tez vurguladığım bir sualdır. Aşıbıçlı variant və yaxud da reçiva aşıbı, yəni eyni şeydir. Nit səhvindən söhbət gedir. Burada dediyim kimi, hər zaman demişim, sayılara baxın və burada sayılarla bağlı bir problemdir. Y variantı da hər zaman vurgulayıram. 2, 3, 4 sayılardan sonra bizdə isim kişi cinsinə gələndə A-ya şəkilçisini yalnız qəbul edir. Əgər 5 rəqəmi olsaydı və ondan daha çox olsaydı, olardı 5 prepodavатели, 10 prepodavатели. Ona görə nit səhvi elə burada budur. Y variantı, yəni здесь ошибочный variant. 18-də mətn yaratmaq deməkdir. Mən də hər zaman deyirəm ki, yəni sıralamaya baxın və qlavni fasad bir dəfə nəyin fasadı, hansı evin fasadı. Mən birlə başlaya bilmərəm ki, ona görə Y variantı avtomatik olaraq silirəm. Sonra gəlir 5. 5-də deyir ki, nişa. Hansı nişaları söhbət gedir? Nəyin nişaları? Ona görə mən 5 ilə də yəni, götürə bilmərəm cavabı. Və mən baxıram burada 3-lərə. 3-lərdə deyir ki, Dom Şeki xanım. Düzdür, mən Dom Şeki xanımla başlaya bilərəm. Çünki onun münasibət gedir, yəni öz gözəlliyi ilə, yəni insan stili ilə cəlb edən bir Dom Şeki xanımdır. Və ondan sonra bir gəlir, qlavni fasad. Отличается, yəni nə ilə fərqlənir? Əsas fasadı. Dediyim kimi, sonra bir hər ikisi gəlir. Ondan sonra mən bilmirəm, 4-ü götürək, yoxsa 5-i götürək. 4-ü nədir? Также прекрасен интерьерdir. Həmçinin onun evin interyeri də çox qəşəngdir, möhtəşəmdir deyə. Daha məqsədə uyğun 4 olar. Çünki mən 5-də dedim ki, nişalardan söhbət gedir, hər iki tərəfdə kamin anda yerləşir. Mən bundan məntiqsizdir. Və avtomatik olaraq bizdə bir B variantı götürür. Çünki dediyim kimi interyerindən söhbət gedir. İnteryerdən sonra bizdə gəlir ki, Украшение внутреннего убранства является камины, каминlardan söhbət gedir. Sonra kamинlardan sonra onlar hansı tərəfdə yerləşirlər və s. ki, daha doğru olaraq dedim ki, 18-də sıralamanı doğru tapmaq lazımdır. 18-də bizdə B variantı olur. 19-cu suala baxaq. Bliski значение nə deməkdir? Yaxın mənalı, значит sinonim tapmalıyıq. Работа işləməkdir, отдыхать, istirahət etmək avtomatik olaraq gedir. B защищать и оберегать, qorumaq, müdafiə etmək avtomatik olaraq B variantı olur doğru cavab. Поощрять sanki mükafatlandırmaq mənasında ola bilər də, yəni belə deyə bilər, həvəsləndirmək. Amma nakazı cəzalandırmaq əksi olur, qabarit danışmaq, malçət susmaq, pomnik xatırlamaq, zabulat unutmaq, avtomatik olaraq dediyim kimi bu variantı doğru cavab olur. 20-də fərqlənən sözü istəyir. Mən hər zaman uşaqlara demişəm ki, variantlarda gördürsünüz, tel, bütün cavablar, çik, şik, ist, canlı cansız istəyir deyə. Mən də baxıram, nablidatel müşahidəçidir, prepodavatelь müəllimdir.
Mecdatil hayalpərəstdir, покупатель alıcıdır, qalır rastvarитель. Rastvaritelь deyirəm də bir məhluldan söhbət gedir. Yəni həll edici, əridici bir məhluldan söhbət gedir. Ona görə fərqlənən söz də C variantıdır. Sonra da belə dediyim kimi esse mövzularımız var və esse mövzuları hələ ki bilmirəm hansı mövzulardır. Belə. Bu da 2025-ci ilin ikinci cəhdin magistri qəbulunun suallarının izahıdır.